Rəcəb ayının birinci gecəsi və gündüzü nə idi? Əzizlər, zəruri qeyd vurum. Birinci odur ki, Rəcəb ayında oruç tutmaq tövsiyə edilir. Çox adam tutmaqda istəyir. Lakin bilin ki, boynunda qəza orucu, yəni Ramazan ayından tutulmayan oruc qalıbsa və siz bu qəzanı tutmaq yerinə müstəhəb oruç tutsanız, orucunuz batildir. Ona görə də boynunda qəza orucu olan kəs qəzasını tutmalıdır. İnşallah Allah ona Rəcəb ayının savabını da verər. Ancaq kimin boynunda qəza orucu yoxdursa, elə müstəhəb olaraq da tutsun. Daha sonra Rəcəb, Şəban, Ramazan ayında mənəvi baxımdan puxtələşmək istəyən adam hansı kitab oxuya bilər? Canlarda var Şeyx Səduqun 3 ayın fəziləti kitabı, önəmlidir, oxuya bilərsiniz. Daha sonra Mirzə Cavad Məliki Təbrizinin Əl-Muraqibət kitabı da var satışda, oxuya bilərsiniz. Bu ümumiyyətlə İslamdakı aylarda edilən əməllər barəsindədir. Daha sonra isə ən önəmlisi bəlkə Yeni Məfatih kitabını yenə də dini dükanlardan var, ala bilərsiniz. Çox önəmlidir. Əməllər, namazlar, dualar sizin çox əlinizdən tuta bilər. Məsələyə keçək. Rəcəb ayının müştərək, yəni ay boyunca edilən əməlləri var, bir də xüsusi gün və gecəsi üçün. Hal-hazırda birinci gecənin əməlləri aktualdır. Mən müxtəsər deyim. 1. Peyğəmbərdən nəql olunub ki, Rəcəb ayının hilalını gördükdə bu duanı oxuyardı. Skrini paylaşıram. Ərəbcəsi, oxunuşu və tərcüməsi. Həmçinin Həzrətdən nəql edilib ki, Rəcəb ayının hilalını gördükdə bu duanı oxuyardı. İkincisi, qüsl etməkdir. Bu ayın əvvəli, ortası və sonu qüsl almaq faydalıdır. Niyyəti necədir? Məsələn, Rəcəb ayının daxil olması yaxud birinci gecəsi üçün qüsl alıram, qurbətən ilallah. Qeyd edim ki, bu qüsüllər vacib qüsüllər kimi deyil ha. Yəni bu qüsüldən sonra dəstəmaz almadan namaz qıla bilməzsiniz. Ayrıca dəstəmaz da almalısınız. Üçüncü, bu gecə İmam Hüseyin əleyhissalamı ziyarət etmək çox böyük fəzilətə malikdir. Heç olmasa açıq havada ya oturduğunuz yerdə İmam Hüseynə salam və salavat göndərib yad edin, ya da ruhuna Fatihə hədiyyə edin. Dördüncü, məğrib, yəni şam namazından sonra 20 rəkət namaz qılın. Hər 2 rəkətdə bir salam ilə. 20 rəkət, yəni 10 dənə 2 rəkətdir. 2 rəkət qılırsınız, təşəhhüd salamlar, sonra durursunuz, yenə də 2 rəkət qılırsınız, təşəhhüd salamlar. Belə. Hər rəkətdə bir dəfə Fatihə surəsi və bir dəfə İxlas surəsi oxuyursunuz. 5-ci İşa, yəni xüftən namazından sonra 2 rəkət namaz qılınsın. 1-ci rəkətdə Fatihə, sonra Ələm Nəşrah, yəni İnşirah surələrini bir dəfə, Qul huvallahu əhəd, yəni İxlas surəsini isə 3 dəfə oxusun. 2-ci rəkətdə isə Fatihə, sonra Ələm Nəşrah, yəni İnşirah, sonra İxlas surəsi və Muavizəteyn, yəni Fələq və Nas surələri bir dəfə oxunsun. Namazın salamlarından sonra 30 dəfə La ilahə illallah zikrini etsin və 30 dəfə də salavat göndərsin. Peyğəmbərdən nəql olunub ki, bu əməli yerinə yetirənin Allah günahlarını bağışlayar və günahlardan pak olar. 6-cı, 30 rəkət namaz qılsın. 30 rəkət neçə dənə 2 rəkətdə namaz edir? 15. 15 dənə 2 qılacaqsınız. Hər 2 rəkət bir tane də təşəhhüd salam, sonra durub növbəti 2 rəkəti qılırsınız. Hər rəkətdə bir dəfə Fatihə, daha sonra ardınca Kafirun surəsi, sonra 3 dəfə Qul Huvallah surəsini oxuyursunuz, yəni İxlas surəsini. Rəvayətdə buyurulub ki, Peyğəmbər buyurub ki, hər hansı mömin kişi və qadın bunu etsə, Allah onun bütün kiçik və böyük günahlarını bağışlayar. Gələn ilə qədər Allah onun adını namaz qılanların siyahısına yazar və onu münafiqlikdən pak edər. 7-ci, ayın 1-ci gecəsini ihya etmək, yəni sübh namazına qədər oyaq qalıb ibadət etmək. Bu vacib deyil, yəni kimin imkanı varsa. 8-cisi, İmam Cavaddan nəql edilən bu duanı oxumaq, yenə də ərəbcəsi, oxunuşu və tərcüməsini qeyd edirəm. Bu duanı oxuduqdan sonradakı hacətlərini Allahdan istəsin. Bunlar Rəcəb ayının gecəsi, yəni məğrib, işa namazlarından sonra nə qədər yerinə yetirilir. Müxtəsər olanlarını qeyd etdim. Üstəlik çalışın da ki, bu gecədə gecə namazını qılasınız. Bir də Rəcəb ayının birinci günü, yəni sübh namazından məğrib namazına qədər olan hissədə olan əməllər var. 1. Oruç tutmaq. İmam Rəzadan nəql olunan bir rəvayətdə Rəcəb ayının birinci gününün orucu üçün mühüm mükafatlar zikr edilib. 2. Qüsul almaq. Ala da bilərsiniz, yəni zəruri deyil. 3. İmam Hüseyni ziyarət etmək. 4. Həzrət Salmanın, Peyğəmbər səhabəsinin namazını qılmaq. Peyğəmbərimizin ona öyrətdiyi bu namaz belədir. 10 rəkət namaz qılın. 10 rəkət. Hər 2 rəkətdə bir salam ilə. Yəni 5 dənə 2 rəkətli namaz qılacaqsınız. 2 təşəhhüd salam, sonra növbəti qalxacaqsınız. 2 rəkət belə. Hər rəkətdə bir dəfə Fatihə, 3 dəfə İxlas və 3 dəfə
Kafirun surəsini oxuyacaqsınız. Kafirun surəsini bilmirsinizsə internetdə oxunuşu var. Namazın salamlarından sonra bax qeyd etdiyim bu duanı əllərinizi göyə qaldırıb edəcəksiniz. Sonra bitirdikdən sonra isə əllərinizi üzünüzə çəkəcəksiniz. Bu namaz Rəcəbin ortası və axırı da qılınır. Duada azacıq əlavələr var. Kitablarda oxuya bilərsiniz. Sonra Həzrət Salmandan nəql olunan başqa bir namaz da var. Bu namaz da Rəcəb ayının birinci günündə qılınan 10 rəkətdir. Hər iki rəkətdə bir salam ilə, yəni 5 dənə 2 rəkətli namaz. Hər rəkətdə bir dəfə Fatihə və 3 dəfə İxlas surəsi oxunur. İndi baxın əzizlərim, hansılara gücünüz çatırsa yerinə yetirin.